Vaxtınız xeyir. Hər birinizi YouTube kanalımda xoş gördüm. Bugün sizə yenə çox maraqlı mövzunu izah edəcəm. Должен və надо modal sözlərinin cümlələrdə tətbiq olunma qaydasını. Video keçməmişdən öncə hər birinizdən xahişim bu videonu bəyənməkdir və kanala abunə olmaqdır ki, bir çox insanın qarşısına bu video çıxsın və bir çox insan bundan yararlana bilsin. Должен и надо hər ikisi də Azərbaycan dilində malı-məli deməkdir. Bizdə Azərbaycan dilində malı-məli şəkilçi sayılır, lakin rus dilində bu modal sözlərdir. Должен и надо. Və mən cümlədə həm должен, həm də надо modal sözlərindən istifadə edə bilərəm. Amma aralarında cüzi bir fərq var. İndi gəlin bu fərqi mən sizə ən yaxşı cümlələrdə izah edim. Mən demək istəyirəm ki, mən sabah salona getməliyəm. Я могу это и так сказать. Мне надо пойти в салон. Но я могу и так сказать. Я должна пойти в салон. Adi intonasiyadan hiss edirsiniz fərqi. Когда я говорю, что мне надо пойти в салон, bu daha yumşaq səslənir. A когда я говорю, что я должна пойти в салон, bu daha belə kobud, daha əmr kimi səslənir. Надо bu əmr kimi sayılmır. Yəni getməliyəm. Bunu etməliyəm. Yəni bu əmr deyil, bu vacib deyil. Belə istədiyimdə ölüm-dirim məsələsi deyil də. Yəni bunu etməliyəm. Yəni eləsəm yaxşı olar. Amma долженla deyəndə bu əmr kimi çıxmalı ki, mən mütləq bunu etməliyəm. Я должна завтра пойти в салон. Yəni nə olur olsun mən sabah mütləq salona getməliyəm. Amma deyəndə ki, мне надо пойти в салон. Yəni sabah getsəm yaxşı olar. Yəni sabah alınmasa, sabah getməsəm də heç nə olmayacaq. Bir gün gedərəm, o biri gün gedərəm. Siz deyirsiniz ki, bəs mən rus dilini öyrənməliyəm də. Я могу сказать, что мне надо выучить русский язык. Yəni mən bunu öyrənməliyəm. Amma yəni mütləq deyil ki, mən bunu bu ay öyrənim, gələn ay öyrənim. Yəni öyrənsəm yaxşı olar da, öyrənməliyəm. Yəni gələcəyim üçün yaxşıdır. Amma bir də var mən deyirəm ki, я должна выучить русский язык. Yəni burada başqa bir seçim yoxdur. Понимаете? Mən bunu öyrənməliyəm. Mən məsələn üçün gələn ay işə düzələcəm ya ondan sonraki ay Moskvaya gedəcəm və mən bu dili vacibdir, məcburiyyətdir. Mən bunu öyrənməliyəm. Yəni должен bu məcburiyyəti bildirir. Mən bunu istəsəm də, istəməsəm də mən bunu məcbur, mütləq eləməliyəm. Amma надо məcburiyyəti bildirmir. Yəni eləməliyəm. Məsəl üçün sabah da eləyə bilərəm, biri gün də, gələn ay da eləyə bilərəm. Eləməliyəm, amma bu mütləq vacib deyil ki, bu indi bu dəqiqə olunmalıdır. Понимаете? Yəni bu məcburiyyət deyil. Əslində görürsüz, aralarında elə də çox böyük fərq olmasa da, yəni mənası yenə də eynidir də. Amma yenə də o fərq intonasiyamıza, səs tembrumuza təsir edir. Мне надо, но я должна. Amma hər şey qoyaq bir yana. Əgər siz tutaq ki, lap nəyisə məcburiyyətdən mütləq eləməlisiniz, amma должен modal sözünün yerinə надо sözündən istifadə etsək, heç kəs onu sizdə səhv bilməyəcək. Heç kəs ona heç fikir də verməyəcək. Və yaxud siz надо deməliydiniz, amma onun yerinə должен işlətdiniz. Zapomните, belə xırdalıqlara heç kəs fikir vermir. Yəni danışanda çox rahat olun, sərbəst olun. Mən bunu həmişə bütün videolarımda qeyd edirəm və deyirəm ki, rебята, danışanda sərbəst danışın. Hər bir xırdalığa fikir verməyin ki, dayanın, mən orada məcburiyyət deyil, mən gərək orada надо işlədəydim, amma mən должен dedim. Нет, никто не будет обращать внимание. Sadəcə mən istədim ki, bu videoda sizi bu maraqlandıran sualı cavablandırım. Какая разница между модальными словами надо и должен? Вот и все. Mən sizə bu videonun altında cümlələr yazacağım. O cümlələri yaxşı olar ki, rus dilində tərcümə edəsiniz. И запомните, надо və должен modal sözlərindən sonra mütləq feilin məsdər forması, yəni feilin kökünü işlətməliyik. Feili qətiyyən şəxsə görə dəyişmirik. Мне надо сделаю, я должна учу, нет. Mütləq feilin kökünü işlədirsiniz. Мне надо сделать, я должна выучить, я должна пойти, мне надо написать. Понятно? Ümid edirəm ki, bu mövzu hər birinizə aydın oldu. Yenə də sizə məsləhətim, danışın. Heç nəyə və heç kəsə baxmayın. Sadəcə danışın. Hər birinizə uğurlar. Növbəti video dərslərimizdə görüşənədək sağ olun.